son vaxtlar bank kartlarından müdaxilə hallarının artdığı bir dövrdə hər bir vətəndaş daha ehtiyatlı olmalıdır. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti açıqlama yayıb və qeyd olunub ki, hər zəngi açmayın, qısa nömrələrdən gələn zəngləri ümumiyyətlə açmayın dəyərli izləyicilər və hər SMS-ə də cavab verməyin. Bonus qazandınız, hesab bloklanıb, təcili ödəniş eləyin, belə mesajlar gəlir və bu mesajlar tələ ola bilər. Şəxsi məlumatları isə heç kimdən paylaşmaq olmaz. Anam 840 manat pensiyalar yanvardan nə qədər artacaq? Hörmətli izləyici, bu məbləğ deməli təxminən bir 90 manat civarında artacaq və alacaqsınız 930 manat. Yəni 1-2 manat o tərəf bu tərəf ola bilər, amma təxminən bu məbləğdə belə deyək, pensiya ala bilərsiniz. 30 manata görə böyük bir növbələr yaranıb, birinci qrup əllər ora necə geçsin, ona əsəb dözər. Bunu danışmışıq, hətta bir nəfər yazmışdı ki, mən ucqar rayonlardan birinin Dağ kəndində yaşayıram, rayon mərkəzinə gəlmək üçün təxminən taksi oradan rayon mərkəzinə 30 manat pul istəyir. Yəni bu adam getməlidir, 30 manata almalıdır, bir başın pulu həmin o pensiya eləyir, daha doğrusu 30 manat yardım eləyir, o birisi başın pulun isə gərək kimdənsə borcu alıb qayıtsın. Bu tam haqlı bir iraddır, bu bilmirəm, yəni belə deyək, bu formatı, bu formasiyanı düşünənlərin məqsədi nədir, onu yalan deyərəm, amma bilirəm ki, yəni bu insanlara xidmət belə olmur.